Mən 2018-ci ilə qədər hamı bilir ki, biraz içki falan aludəsi olmuşam. Hamı bilir bunu, bütün Azərbaycan bilir. Amma 2018-dən bu yana əlhəmdülillah tövbə eləmişəm. Mənim o ən pis vaxtlarımda, ən çətin vaxtlarımda, yəni necə deyim sizə, bəlkə meşoqla pul qazanırdım, amma bu aydan oya çatmırdı. O vaxtlarımda qulağıma bir sözünə gəlib çatırdı. Məsələn, adam var qohum deyə, yaxın qohumdur. 5 manat buna sən verəcəyin var. 10 dolar Allaha deyirəm, qulağıma çatıb ki, yəni deyiblər ki, o pulu tez alın, Orxan öləcək. 10 dolar iki oğlumun canına. Qulağımla eşitmişəm, deyiblər ki, Orxan özün yox, məsələndə tutaq ki, anam onlardan nəsə alıb. Verəcəyimiz var onlara, tutaq ki, 300-500 manat. Qulağım eşitə deyiblər ki, Orxan ölər, o pul batara, öləcək, Orxan babı gedişdən öləcək. Bazar ondan o alır. Mən də o şeyin söz olmasın, gülmək üçün deyirəm, üzümə saldım, yaşadım, yəni ölmədim. Və bugün də həmən adamları görürəm. Mən 2018-dən tolik, bu hamı bilir, Respublikada, mən heç nəyə gizlədən adamı tam səmminə var odur. Tövbə eləmişəm 2018-də, əlhəmdülillah. Allah mənə ikinci dəfə həyata qaytarıb, göydə Allah, yerdə də birinci ailəmin, öz ailəmin dəstəyi olub orada. Mən canımla əlləşəndə, çırpışanda. İndi dostlarım olub, balalardan asılı olub yanımda 3-4 nəfər olub, amma onlardan qabaq 24 saat mənim uşaq kimi nazımdan oynayan insan olub, o itirmək olmaz. Hansı ki, doğmalarımın yadına düşmürdü ondakı, belə bir adam var, yoxsa yoxdur. Ona görə biraz mənə o qədər şey gəlir, bu adi gəlir, bu qohum, əqrəbə, o birisi, bu birisi. Yəni, yaxşı deyib, valla, çox yaxşıdır. Heç kimi qınamaq olmaz. Onun, nə bilim, o qadın xeylağına yığıb belə şey deməzlər.